bura Ağdam Mərkəzi Xəstəxanasının ərazisidir. Biz il yarım əvvəl burada çəkilişdə olanda bir neçə korpusun təxminən 2-3 mərtəbəsi tikilmişdi. Amma indi artıq korpusların tikintisi bitib, fasadda və içəridə quraşdırma işləri gedir. Miqyasından görünür ki, bu xəstəxana kompleksi böyük və ciddi bir regional tibb mərkəzi kimi düşünülüb. Qarşısında dayandığım korpus poliklinika şöbəsidir. Çox böyük bir binadır və Ağdam Mərkəzi Xəstəxanası kompleksinin layihəsində xüsusilə diqqət çəkən məqamlardan biri budur ki, hər bir korpusun zirzəmisi həm stasionar tibbi xidmət göstərə bilər, həm də sığınacaq kimi fəaliyyət göstərə bilər. Allah göstərməsin, əgər zərurət yaranarsa, hər bir bu zirzəmidə yerləşən infrastruktur hərbi hospital funksiyasını da yerinə yetirə bilər. Ağdam rayonunda inşa olunan 210 çarpayılıq mərkəzi xəstəxananın tikinti quraşdırma işlərinə 2024-cü ilin yanvar ayında başlanılıb. Xəstəxananın əsas korpusu, əsas binaları, köməkçi binaları və qurğular 6 hektar torpaq sahəsində inşa edilir. 12 əsas korpusdan ibarətdir. Eyni zamanda məhkəmə tibbi ekspertiza və patoloji anatomi birliyi, yoluxucu xəstəliklər korpusu, təcili tibbi yardım stansiyası binası, gigiyena və epidemioloji mərkəzi kimi digər əhəmiyyətli səhiyyə müəssisələri üçün də binalar tikiləcəkdir. Hal-hazırda əsas binalarda dəmir konstruksiya işləri böyük ölçüdə tamamlanıb. Eyni zamanda paralel şəkildə mühəndis kommunikasiya xətlərinin su, elektrik, kanalizasiya və havalandırma sistemlərinin quraşdırılması işləri də davam etdirilir. Xəstəxana ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz ediləcəkdir. Ümumilikdə tikinti quraşdırma işlərinin 2027-ci ilin dekabr ayında tamamlanması, tibbi fəaliyyət xidmətinə isə 2028-ci ildə başlanılması planlaşdırılır. Göründüyü kimi çox böyük bir ərazini əhatə eləyir. Bax, indi dayandığımız yer xəstəxana kompleksinin girişidirmi? Bu necə layihələndirilib ümumiyyətlə? Məsələn, bir pasiyent müraciət elədi. Hansı ardıcıllıqla hərəkət eləyəcək bu kompleksdə? Xəstəxananın ümumiyyətcə 6 nəzarət buraxılış məntəqəsi tikiləcəkdir. Yəni bir vahid giriş deyil. Xeyr, 6 nəzarət buraxılış məntəqəsi var. Çünki göründüyü kimi xəstəxana böyük bir müəssisədir, regional xəstəxana olacaq. Ona görə bir giriş-çıxış deyil, bütün korpuslara ayrı-ayrılıqda giriş-çıxış mövcuddur. Bu xəstəxanada regionda olmayan nələrin olması nəzərdə tutulub və regional deyəndə bu hansı ərazini əhatə eləyir? Nəzərə alsaq ki, Xankəndində də böyük bir Qarabağ Universiteti klinikası var. Yəni regionun hansı rayonlarını, şəhərlərini əhatə eləyəcək bax bu Ağdam Mərkəzi Xəstəxanasının göstərdiyi tibbi xidmətlər? Həm Qarabağ zonasını əhatə eləyir, belə regional xəstəxana üçün böyük Qarabağ zonasında ümumiyyətcə 210 çarpayılıq xəstəxana bir dənə Ağdam şəhərində inşa olunur. Yəni ondan düzdür, Füzuli şəhərində də inşa edilir, o birisi bölgədə də xəstəxanalar mövcud olacaq, amma bu mexanizmdə, bu ölçüdə, miqyasda xəstəxana sırf Ağdamda planlaşdırılıb və inşa edilir. Regional təkcə Qarabağ yox, yəni ətraf Bərdə, Ağcabədi, o birisi rayonlarda nəzərdə tutulur. Yəni sırf Ağdama yaxın olan, yaxın ətrafında relyefdə olan rayonlar üçün də xidmət göstərmək gücündə olacaq. Hal-hazırda gördüyünüz poliklinika korpusudur. Qalan B korpusudur, C korpusudur, sonra onun arxasında A1, A2, A3, A4 korpuslar var ki, onların da hərəsinin özünün ayrı-ayrılıqda şöbələri yerləşəcək. Texniki korpus C korpusudur, hazırdır. Daxildə də tamamlama işləri gedir. Texniki korpus deyərkən ora nələr daxildir? Personallar olacaqdır orada. İnzibati korpus deyək. Bəli, inzibati korpus. Bəli, anlaşıldı. Bax, burada iki binanın arasında keçid kimi bir hissə görünür. Bəli, bir-birinin keçmək üçün. Bütün korpuslardan bir-birinə bu cür keçidlər var? Bir dənə poliklinikadan başqa əsas korpusların hamısında bir-birinə keçid var, mövcuddur. Bəli. O cümlədən inzibati korpus. Bəli.
Ağdam və mən izləyicilərim hər dəfə biz xəstəxananın tikintisinin gedişatından veriliş hazırlayanda sual verirlər ki, bura nə vaxt hazır olacaq, biz nə zaman işləyə biləcəyik? Bu sualı həm Ağdamın köhnə tibb personalı, yəni işğaldan öncə burada işləmiş yaşlı nəsil həkimləri verirlər, həm də yeni nəsil gənc həkimlər və tibb personalı, tibb işçiləri soruşurlar. Burada işləməyi səbirsizliklə gözləyən bütün tibb işçilərinin sualına cavab olaraq deyim ki, bu nəhəng tibb mərkəzində işləmək üçün biraz təxminən 2 il gözləməli olacaqsınız.